Avropa universitetlərinin bakalavr səviyyəsində qəbul kriteriyalarından danışmaq istəyirəm. Bütün universitetlərdə olduğu kimi Avropa universitetlərində də əsas akademik göstəricilər, məktəbdən kənar fəaliyyətlər vacib faktorlardır. Amma Avropa universitetlərində çox konkret tələblər akademik göstəricilərlə bağlıdır. Akademik göstəricilərdə konkret minimum tələblər var və bu tələbləri siz yerinə yetirmirsinizsə, məktəbdən kənar istənilən fəaliyyətiniz olacağı halda, istənilən ölçüdə liderlik, istənilən ölçüdə research fəaliyyətlərinizin olması akademik olaraq minimum tələbi qarşılamırsınızsa, heç bir məna ifadə eləmir. Orada əsasən A-level nəticəsi, AP imtahanların nəticəsi, IB imtahanın nəticəsi və həmçinin bəzi universitetlərdə SAT nəticələri, bəzi universitetlərin hətta özlərinin daxili imtahan nəticələri qəbul üçün bir nömrəli faktordur. Yəni siz universitetin əgər qəbul kriteriyası daxili riyaziyyat imtahanından 70%-dən yuxarı toplamaqdırsa, siz birinci o nəticəni göstərməlisiniz. Təbii ki, burada Oxford, Cambridge, Imperial, LSE kimi istisna universitetlər var ki, bəli, yenə bunların halında da mütləq akademik minimum tələblərini qarşılamalısınız və rəqabət çox yüksək olduğu üçün bunun xaricində məktəbdən kənar fəaliyyətləriniz də əhəmiyyətli rol oynayır. Ancaq digər keyfiyyətli universitetlər üçün məktəbdən kənar heç bir fəaliyyətiniz olmasa da, akademik tələblərini tam şəkildə qarşılayırsınızsa, qəbul ehtimalınız çox-çox yuxarıdır.